Qonşu kənddə Quyqazan Rüstəmin nəvəsi. İstəyirəm onu alın. Bu Rüstəm kişi evdədir. Bəli, əmi evdədir. Evdədir. Qaçın deyir ki, qonaqlarımız gəlib. Qaçın, qaçın. O bayaq danışdığım qız var idi. Hə, Onun üçün eti gəlmiş. bu uşaqdır. 13 yaşı olan? Nə olub ki? Yaşı azdır. Mənim qardaşımın da yaşı azdır da. 27 yaşı var. Ha, yekə kişisən. O körpə uşaqdır. Onun bu dəqiqə uzanıb kukla ilə yatan vaxtıdır. Deyirsən, onun böyrünə ər uzandı. Ha, o uşaqdır, o həyətdə qaçmalıdır, oynamalıdır. O nə bilir, qaynanaya baxmaq nədir, qaynataya qulluq eləmək nədir, ərə hörmət eləmək nədir. Ha, onun özünə bu dəqiqə oyuncaq alıb verən lazımdır. Bütün atalar, bütün analar bilməlidir ki, övladını körpə vaxtı ərə vermək yox, ona təsir vermək lazımdır. Onu oxuturmaq lazımdır. Eşidən, bilən, o uşaqsın bu həyətdən bağzalı səslənib, məndən incimə.